Salam hər kəsə, mən Seymur Mirzəliyev. Xəzər Universiteti Neft-Qaz Mühəndisliyi 2-ci kursunda təhsil alıram. Siklus olaraq texnik müsabiqəsində yeşil texnologiyalar və kateqoriyası üzrə hazırlamış olduğumuz güneş enerjisi vasitəsilə çalışan termoelektrik soyuducu layihəmizi təqdim edirəm. Mən Rəşad Musayev, Xəzər Universitetinin 4-cü kurs Neft-Qaz Mühəndisliyi tələbəsiyəm. Bu gün sizə hazırladığımız prototip göstərəcəyik. Bizim bu prototip əsasən meşələrin bərpa olunmasına istifadə olmaqdır. Bura yerlər var ki, hansı ki biz buranın suyun dəfəsindən çəkilməsi və damcı su artmasında böyük investisiya hazırlama olur və bəzən bu mümkün olunur. Bizim bu kiçik alət, kiçik ilə hazırlanmış alət, yalnız 3 solar panel və 1 termoelektrik panel vasitəsilə havada olan rütubəti rahatlıqla suya çevirə bilir və bu ağacların gündəlik su ehtiyacını artırmasından ötürü. Hər bir kitabın yanına bir belə kiçik kutusun qoyulması, şey yaratmasına görə gətirib çıxara bilir. Sizə sistemi izah edəcəm. Solar panel bir dənə kontrollerə bağlıdır. Kontroller həm bizim bataryamı doldurur, paneller vasitəsilə həm bataryada olur ki, axşam da işləyə bilsin. Yəni gecə boyda bu su supply dayanmasın. Əslində enerji bizim termoelektrik işlədir və gecə boyda akkumulyator vasitəsilə işləyir. Bizim suyu almağımızın mexanikası belədir ki, termoelektrik bir tərəfi qısıtlı, digər tərəfi soyuyur. Havada olan rütubəti dondurur özlərində. Təbii ki, biz bu soyuğu yaymaq üçün alüminium pleklərdən istifadə edirik. Daha çox su supply edirik. Bizim kontrollerdən elektrikimizi açırıq. Gördüyünüz kimi isti tərəfini, termoelektrik isti tərəfini soyutmaq üçün burada fanlardan istifadə edirik. Çox kiçik bir voltaj və cəryanla işləyir. Hansı ki bizim performansımız çox az təsir göstərir. Topladığımız suyu göstərir. Bidonumuzu sulamaq üçün yetərlidir. Hardasa 2 saata toplanmış sudur və düşündüyüm qədərlə bidonlar üçün artıqlaması da yetərlidir. Gördüyünüz kimi bu platein üstündə də su yığılır və kifayət qədər çox su var burada. Hər kəsə bir daha salam. Mən Sigmundus Creatus S komandasının kapitanı Məhləb Hacıyev. İndi sizə prosesin gedişatı ilə bağlı bir sıra mühüm məsələlər haqqında məlumatlar vermək istəyərdim. Elə isə vaxt itirmədən başlayaq. Deməli, cihazın işləyişində ən vacib faktorlardan biri də günəşin düşmə bucağıdır. Biz buna görə də iki tərəfi maili bir tərəf düz etdik ki, günəşdən maksimum və effektiv dərəcədə şüaları qəbul edib cihazımızda bunun enerjisindən istifadə edək. Bəzən elə ola bilər ki, günəş olmasın və ya da günəş şüaları çox aşağı səviyyədə olsun. Biz buna görə də cihazımıza batareya yerləşdiririk. Hansı ki, günəşdən daha əvvəl enerji gələndə batareyaya bu enerji toplanır. Daha sonra isə günəş olmayanda sərf edilmiş olur və proses davam etmiş olur. Nəticə etibarilə bizim cihazımız günəş enerjisi, günəş panelləri vasitəsilə işlədiliyi üçün ekoloji standartlara tamamilə uyğundur və təhlükəsizdir. Və biz bu cihazı səhra, daha sonra platformalarda, rütubətli ərazilərdə demək olar ki, hər yerdə rahatlıqla istifadə edə bilərik.